Salam, hər vaxtınız xeyir. Bugün sizinlə birlikdə Azərbaycan dilində sözün kökü və sözün hansı nitq hissəsindən yaranması ilə bağlı bir suala nəzər yetirəcəyik. Sualımızın şərtinə diqqət yetirək. Hansı isimlərin kökü feil olsa da feildən düzəlməyib? Bir nömrəli testə baxdıqda axtarışda. Burada sözümüzün kökü axtarmaq, axtarmaqdan axtarış, axtarışdan axtarışda. Artıq burada ış leksik şəkilçidir, çünki yeni söz düzəldibdir. Da isə qrammatik şəkilçidir. Qrammatik şəkilçi yeni söz düzəltmir, sözün formasını dəyişir. Burada sözümüzün kökü axtarmaq oldu. Hansı nitq hissəsindən düzəlməyini soruşduqda leksik şəkilçimizin üzərinə xətt çəkirik. Qalır axtar, neyt. Bu sözün həm kökü, həm də düzəldiyi nitq hissəsi feil oldu. Yəni şərtimizi ödəmədi. Biri çıxırıq. Küskünlük sözündə sözün kökü küsməkdir. Küsməkdən küskün. Yeni söz yaratdım, leksikdir. Küskündən küskünlük, yeni söz yaratdım, leksik şəkilçidir. Və sonuncu leksik şəkilçinin üzərinə xətt çəkirik. Qalır küskün. Necə? Bu sözümüzün kökü feildir, amma düzəldiyi nitq hissəsi sifət oldu. Yəni şərtimizi ödədi. Onun üçün 2-ni götürürük. 3-ə baxdıqda sürücülük sözündə sözün kökü sürməkdir. Sürməkdən sürücü, yeni söz yaratdım, leksik şəkilçi. Sürücüdən sürücülük, yeni söz yaratdım, bu da leksik şəkilçi. Sonuncu leksik şəkilçinin üzərinə xətt çəkdikdə qalır sürücü. Sözümüzün kökü sürmək, feildir, amma isimdən düzəldi, sürücü. Onun üçün bu da şərtimizi ödəyir. 3-ü də götürürük. 4-ə baxdıqda soyuducu sözündə sözün kökü soyumaqdır. Soyumaqdan soyutmaq, yeni söz yaratdım, leksik şəkilçi. Soyutmaqdan soyuducu, yeni söz yaratdım, leksik şəkilçi. Sonuncu leksik şəkilçinin üzərinə xətt çəkdikdə qalır soyut, neyt. Həm sözümüzün kökü, həm də düzəldiyi nitq hissəsi feil oldu. Yəni şərtimizi ödəmədi. 4-ü çıxırıq. 5-ə baxdıqda düzgünlük sözü, sözün kökü düzmək. Düzməkdən düzgün, yeni söz yaratdım, leksik şəkilçi. Düzgündən düzgünlük, leksik şəkilçi. Sonuncu leksik şəkilçinin üzərinə xətt çəkdikdə qalır düzgün. Necə? Sözümüzün kökü feil oldu, düzəldiyi nitq hissəsi isə sifət oldu. Yəni 5-i də götürürük. Şərtimizi ödədi. Cavab olur 2, 3 və 5. C variantı.